sağlamlığından danışdıq, səsin insanın yaddaşında qalmasından danışdıq. Belə deyək də, yaddaşda buraxdığı izdən danışdıq və səs insanın bilirik ki, ən böyük nemətlərindən biridir. Bəzən səs təkcə söz demir, həm də tarix, mədəniyyət və bir millətin ruhunu daşıyır. Azərbaycan musiqi sənətində elə sənətkarlar var ki, onların səsi illər keçsə də heç vaxt unudulmur və yaddaşlardan silinmir. Onlardan biri də, əziz dostlar, muğam ustası, xalq artisti Canəli Əkbərovdur və bugün onun doğum günüdür. Təqvimi vərəqləyirik. Əkbərov Canəli Xanəloğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvila kəndində anadan olub. Atası Xanəli Əkbərov tanınmış xanəndə olub. Çox nüfuzlu muğamatçı Kərbəlayı Ağa Məhəmmədin oğludur. Onun 3 qardaşı da estrada müğənnisi kimi fəaliyyət göstərib. Canəli Əkbərov da erkən yaşlarından ilk müəllimi olan atası ilə toylarda oxumağa başlayır və ancaq nədənsə Canəli Əkbərov ilk təhsilini musiqi üzrə yox, tibb sahəsində alır. Məzun olandan sonra çox savadlı həkimlərlə birlikdə işləyir. Günlərin birində həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşidir ki, Azərbaycan Komsomol Mərkəzi Komitəsi xətti ilə 3-cü Respublika Gənc İfaçılar müsabiqəsi keçiriləcək. Bu barədə Canəlinin atasına məlumat veriləndə o artıq oğlunu müsabiqədə iştirak etmək üçün Bakıya gətirir. Bəli, müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Pirimov, Xan Şuşinski, Bəhram Mansırov kimi Respublikanın görkəmli incəsənət ustaları olurlar və münsiflərin sədri də Seyid Rüstəmov imiş. Canəli muğam ifaçılığı nominasiyasında iştirak edir. Finalda sıradan kənar bir zərb muğam oxuyub səs çoxluğu ilə qızıl medala və qalib diplomuna layiq görülür. Bundan sonra 23 yaşlı Canəli sənədlərini Asəf Zeynallı adına musiqi məktəbinə verir. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənilir. Xanəndə həmin illəri çox gözəl xatırlayırdı və hər zaman da xatirələrində danışırdı. Canəli Əkbərov 1975-ci ilə qədər işləyir. Artıq 1975-ci ildə onu köçürməklə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərirlər. Burada o, Leyli və Məcnun operasında İbn Salam rolunda təsdiq edilir. Sonralar Müslim Maqamayevin Şah İsmail operasında Şah İsmail, Üzeyir bəyin Nəsli və Kərəm operasında Kərəm, Zülfikar Hacıbəyevin Aşıq Qərib operasında Qərib və bir də Leyli Məcnunda Məcnun partiyalarını ifa edir. Xanəndə 1992-ci ildən Bakı Musiqi Kollecində muğam ifaçılığından dərs deməyə başlayır. 20 il ərzində neçə nəsil muğamatçı yetişdirir. Gülyaz və Gülyanaq Məmmədova, Gülhar Həsənova, Mələk xanım Əyyubova, Bəsti Sevdiyeva, Zabit Nəbzadə, Mənsub İbrahimov, Babək Niftəliyev, Sahib İbrahimov, Ehtiram Hüseynov, bax onun tələbələri hesab olunurlar. Və Canəli Əkbərovun ifasından Kamran Alazadə fonda səsləndirir. Elə birlikdə dinləyək.